Əziz dostlar, sizə Ağdərə rayonunun füsunkar guşələrindən biri olan, zəngin tarixi və füsunkar təbiəti ilə göz qamaşdıran Vəngli kəndi haqqında qısa bir məlumatı təqdim etmək istəyirəm. Xaçın çayın sol sahilində sıx meşələr və uca dağlarla əhatə olunmuş bu qədim yurd yerimiz dəniz səviyyəsindən təxminən 1031 metr yüksəklikdə yerləşir. Kənd öz adını ərazisindəki qədim Alban monastırından götürüb. Çünki Vəng sözü qədim dövrlərdə məbəd və ya kilsə mənasını ifadə edirdi. Vəngli kəndi həm də Qarabağın daş yaddaşı, Qafqaz Albaniyasının mədəni mərkəzlərindən biridir. Kəndin başlıcı sayılan 1238-ci ildə Alban Xaçın knyazı Həsən Cəlal tərəfindən inşa etdirilmiş Gəncəsən monastırı və onun qarşı tərəfində ucalan Xoxanaberd qalası bu torpaqların qədim və şanlı tarixindən xəbər verir. Uzun illər davam edən işğal dövründə abidələrimiz erməniləşdirilməyə çalışılsa da, 2023-cü ilin antiterror əməliyyatlarından sonra kənd tamamilə azad edilmiş və tarixi ədalət bərpa olunmuşdur. Bugün Böyük Qayıdış proqramı çərçivəsində Vəngli kəndi yenidən doğma sakinlərini qəbul edir, sürətlə abadlaşır. Saf suları, təmiz dağ havası və uca qayalıqları ilə göz oxşayan bu kənd hazırda müasir infrastrukturu və yeni otelləri ilə həm də Qarabağın ən mühüm ekoturizm mərkəzlərindən birinə çevrilməkdədir. Diqqətinizə görə təşəkkür edirəm.